Əli əleyhissalam buyurur ki, qavvihi bil yəqin, qəlbini yəqinlə gücləndir, yəqinlə. Yəqin qəlbi gücləndirən vasitədir. Yəqin nədir? Yəqin sözünü biz başqa mənada işlənirik. Biz gümana yəqin deyirik, yəqin belədir, yəni bəlkə də belədir. Amma yəqin ərəb dilində qəti bilinən bir şey deyilir. Yəqin ki belədir, yəni 100% belədir. Yəqin bir mərhələdir ki, pərdə arxasını insan görür. Qəlb müşahidə eləyir qeybi. Qeyb pərdə arxasındadır da. Qəlb açılır, görməyə başlayır. Bu hala deyirlər yəqin halı. Pərdə arxasını görməkdir. Biri var güman, biri var yəqin. Güman eləmək var, yəqin var. Hədislərdə var ki, yəqin cəmaat arasında bölünmüş ən az şeydir. Yəni az adama pay düşüb yəqindən. Yəqin əhli azdır. Cəmaatın çoxu gümanla ibadət eləyir. Az adam var ki, görərək ibadət eləyir. Kimə ibadət elədiyini görür, müşahidə eləyir, pərdə çəkilib gözünün qabağından.